Rusları belə heyrətə salan Azərbaycanın milli qəhrəmanı Vəzir Orucov. Вот это обидно будет слышать всем, но самый храбрый человек, которого я в своей жизни видел, был азербайджанцем. Его звали Vizir. 1992-ci ildə Xocalı soyqırımını eşidən kimi Rusiyada yaşamağına baxmayaraq birbaşa cəbhə bölgəsinə gələn vəzir sıravi döyüşçü kimi mübarizəyə başlasa da, komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. O, gəldiyi gün Tərtər şəhərinə getmə adıyla evdən çıxır. Şixark istiqamətində qarşısına çıxan bir nəfər polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır. Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb geri qayıdır. 1992-ci ilin avqust ayında Sərsəng su anbarına olunan hücumu eşidən vəzir ətrafındakı 30 nəfər PK pulemyotu ilə silahlanmış kəşfiyyatçı ilə birlikdə Ermənistanın məşhur Arabo batalyonunu demək olar ki, tamamilə məhv edir. Arabo batalyonunun qırılmasına görə Ermənistanda matəm elan edilir.